Selam dostlar. Bugün size yaprak varsa dolma pişiriyor. Ondan size küçük pişiriyle öyrədirəm. Bətər əsaba dərmandır, özü də məzundur. Onu eyni kükü halətində 4 dana ədviyə vuracağıq. Hemen demiş. Biri qərə bibərdir. Bir daha da palazana soğan vuracaqsınız içərisinə, rəndələyəcəksiniz. Ondan sonra açına darçındır, duzdur, zərdi çubədir, bir də zəriş də vurun. Başlasınız açıda giydəkanı oğun tökün içərisinə. Kullayan məcundur. Həman yapraqçı və möhürdən götürürük, dolma pişiririk, onunkudur. Ondan bir dənə ləziz kükü pişirirlər. Düz məcundur. Təqdim tamamı əzizlərimdir. İndi də fəslidir, bala çıxır yapraq. Elə bilərsiniz, dəyərsiniz, istifadə edirsiniz. Qulun əsabın davasıdır. Mən əlbət bunları qatdım, doğramışam, yumuşam, edəmişəm. Hamısını təmizləmişəm, qoymuşam, quruyub, indi amadəsini qatdım. Tavağa da koymuştuk kızarıp. Qəşəng qızıbdır tava. Ki yapışmasın təki. Gördür. O qədər yeməlidir ki ha. Pişirsəz, yesəz görəcəksiniz ki, nədir məzundur. Bunu çətin adam pişirər ha, bilməzlər ki, yaprağın bətər mənfəəti var, özü də soğuzu küküsünün özündən yeməli olur. Təqdim elədim, tamam əzizlərimizdə. Eynim soğuzu küküsünə taydır. Qabı da sizin dinləməni ədviyəsini çox vurasınız, az vurasınız. Bir həbbədə, 2 həbbədə sil vurasan içərisinə, ya bulay mərcun. Təqdim tamamı əzizlərimiz ki, bütün qəzalardır, söylürlər. Ya Ali, Xuda.